Erkən oyananlar üçün dərman. Amerika Birləşmiş Ştatlarının Massachusetts Ümumi Xəstəxanasının alimləri tərəfindən aparılan yeni klinik tədqiqat göstərib ki, solriamfetol preparatı səhər tezdən işləyən və növbəli iş sindromundan əziyyət çəkən şəxslərdə ayıqlığı və diqqəti əhəmiyyətli dərəcədə artırır. Tədqiqatın nəticələri NEJM Evidence jurnalında dərc olunub. Araşdırmaya əsasən səhər saat 3-7 arası işə başlayan insanlar beynin bioloji olaraq yuxuya meyilli olduğu vaxtda oyanmalı olur ki, bu da güclü yuxululuq, diqqət azalması və təhlükəsizlik risklərinə səbəb olur. Tədqiqatda 78 səhər növbəsi işçisi iştirak edib. Onların yarısı 4 həftə ərzində solriamfetol, digər yarısı isə plasebo qəbul edib. Nəticələr göstərib ki, solriamfetol qəbul edən iştirakçılar iş saatlarında daha uzun müddət ayıq qala bilib, yuxululuq azalıb, iş məhsuldarlığı və gündəlik fəaliyyətlər yaxşılaşıb. Alimlər bildirir ki, preparat sonrakı yuxuya mənfi təsir göstərmədən ayıqlığı təmin edir. Tədqiqatçılar uzun müddətli təsirlərin öyrənilməsi üçün əlavə araşdırmaların aparılacağını vurğulayıb.